Peyğəmbər Kəbə evini təvaf edərkən sahibələrini yanına toplayıb buyurur: Sizə axır zamandan və onun əlamətlərindən xəbər verimmi? Çox gözəl sual buyurur sahabələr. Bəli, ey Allahın Rəsulu. Peyğəmbər buyurdu: axır zamanda namazlar zay edilər, etirazlar aşkar olar, sərvətlilər əziz tutular, din dünyaya dəyişilər. Bu vaxt müminin qəlbi susuzluqdan duzlu su içib daha da susuzluqdan yanan bir adam kimi yanar. Lakin dinini qorumağa qüdrəti çatmaz. Diqqətlə qulaq asın. Salman bu vaxt təəccüblə dedi: Ey Allahın Rəsulu, bu necə olar? Peyğəmbər davam etdi: Bəli, ey Salman, Allaha and olsun ki, o zaman rəhbərlər istəmkar, köməkçiləri fasıq, əxlaqsız və pis əməl sahibi, xain və quldur olacaqlar. Yaxşılıqlar pis, pis işlər yaxşı kimi tanınar. Necə ki, indiki dövr kimi bəziləri. Əmanətlər xəyanətkarlara etibar edilər. Yalançılar doğru, düz danışanlar yalancı hesab edilər. Minbərdə mənəviyyətcə kiçiklər oturar. Gözəl yalanlar uydurarlar, zəkat vermək zərər hesab olunar. Övladlar ata-anaları ilə kobud, dostları ilə mehriban davranarlar. Bax, indi də bu əlamətlər var. Günahkarları hörmətli olar. Salman soruşdu: belə şeylər olacaq? Peyğəmbər buyurdu: Bəli, ey Salman, belə şeylər olacaq. O zaman qadınlar ərləri ilə ticarətdə ortaq olarlar. Gənclər paxıl olar, qadınları çılpaq olar. Hamı Allaha şikayətçi olar. Biri deyər, heç nə satmadım, digəri deyər, heç xeyir götürmədim. Bu zaman başlarına bir dəstə rəhbərlik edən müsəllət olar ki, ticarətdə etiraz edəni söktürərlər. Sakit qalanın malını qərat edib əlindən alarlar. Ürəklərini qorxu ilə doldurarlar, əşyalarını və qayda qanunlarını şərqdən və qərbdən əldə edərlər. Bu zaman mənim ümmətim rəngarəng olar. Baxın sizə cümlələrə. Kiçiklərə rəhm olunmaz, necə ki, indi də olunmur. Böyüklərə ehtiram edilməz, necə ki, indi edilmir. Zahirən insan kimi olarlar, lakin qəlbləri şeytan kimi olar. Elə eynən indiki kimi. Kişiləri özlərini qadına, qadınları özlərini kişiyə bənzədərlər. Eynən indiki kimi. Allah onlara lənət eləsin. Kişilər və oğlanlar qızıl taxar, ipək geyər. Məscidlər bəzədilər, minarələr ucaldılar. Namaz qılanların sayı çox olar, lakin qəlbləri boş olar. Varlılar lovğalıq üçün, kasıblar riyakarlıq üçün həccə gedərlər. Bax, elə indi də bu dövrü yaşayırıq biz. Quranı və elmi Allahdan başqası üçün oxuyarlar, öyrənərlər. Zinalar aşkar yaylar, insanlar dünya üçün düşmənçilik edər. Bax, indiki dövr kimi. Yalanlar artar, pislər yaxşılara hakim kəsilər. Əyinlərindəki libasları ilə öyünərlər. Günahlar çoxalar. Bax, indiki dövr kimi. Xəbərçilik və fəxirlik müsət alar, musiqi, qumar təriflənər, yaxşılığa dəvət pis hesab olunar. Eynən indiki dövr kimi. O zaman möminlərin xar, Quran oxuyanların və ibadət edənləri bir-biri ilə pis rəftar edərlər. Varlıları kasıbçılıqdan qorxar, kasıbları rəhm etməz. Nalayiq insanlar cəmiyyət üçün təhlükə hesab edilər.